ABC üçbucağında MN AC-yə paraleldir. MN-in AC-yə nisbəti 2-nin 3-ə olarsa, yəni biz MN-ə 2K, AC-yə isə 3K olaraq qeyd edə bilərik. BN 4-dür. Bizdən NC tələb olunur. NC-yə 1X deyək. Burada üçbucaqlarımız oxşardır. Yəni üçbucaq BMN oxşardır üçbucaq BAC-yə. Deməli, oxşar üçbucaqların uyğun tərəflərinin nisbətləri də bərabər olduğu üçün MN AC-yə paraleldir və MN AC-yə uyğun olan tərəfdir. MN-in AC-yə nisbəti, yəni MN bölünsün AC bərabər olmalıdır. MN kiçik üçbucaqdan başladığımız üçün BN-in BC-yə, yəni böyük üçbucağın uyğun tərəfinə nisbəti bərabər olmalıdır. Burada MN-i 2, AC-ni 3, yəni K-ları da yazsaq ixtisar gedəcək onsuz da. BN isə 4-dür, BC də 4 üstə gəl X-dir. Çarpaz olaraq vursaq 12, 2 ilə 4-ü ixtisar edə bilərsiniz. 4 vurulsun 3, 12 bərabərdir. 2 vurulsun 4 plus X olur 8 üstə gəl 2X. Buradan 2X bərabərdir. 12-dən 8 çıxsaq 4 alarıq. X də bərabərdir 2. X 2 olduğu üçün bizdən də NC parçası tələb olunur ilə 2.